Bugün 27 sentyabr anım günüdür. Gəlin səhnəmizi bir yerdə izləyək. Buyurun. Salam uşaqlar, hoş geldiniz. Salam. Hoş geldiniz. Bu elinizdeki paltarlar nedir? Yəqin məktəbdə nəsə keçiblər də qızım. Niyə əsgər forması geyinmisiniz? Anaqlar açları qutarıblar. Niyə əsgər forması geyinmisiniz? Artıq bizi vətənimizin qorumaq yaşımız çatmışdır. Artıq biz Şuşa, Füzuli, Ağdərə, Ağdaş kimi vətənlərimizi qoruyacağıq. Oğlum, siz bilirsiniz axı, atanız da bu vətən uğrunda şəhid olub. İndi isə mən sizi gəlib qurban edə bilmərəm vətənə. Axı siz mənim evimin tək igidlərisiniz. Mən sizi necə buraxım? Artıq biz ermənilər artıq bəlkə də Füzulini alacaqlar. Onlardadır. Biz onları geri qaytarmalıyıq. Uşaqlar, axı bu məlumatları sizə kim verdi? Siz niyə birdən-birə bu məlumatları bizə verirsiniz? Baş komandirimiz bizə bildirmişdi. Biz son 3 gündür əsgərlikdəyik. Ona görə sizdən gizlədirdik ki, Fərdin yanındaydı. Bəs siz niyə belə bunu demədiniz bizə? İndi bunu demək vaxtı deyil. Çünki siz bizə qoymayacaqsınız. Əlbəttə qoymayacağıq. Axı bizim atamız şəhid oldu vətəndaş. Mən sizin bacınızla təkcə evdə necə yaşayım? Qorxma ana. Bacana da denən ki, heç vaxt ağlamasın. Şəhid olsam belə vətən uğrunda olmuşam. Dik durun. Həmişə dik durun. Uşaqlar, indi sizin nə vaxtınız? Biz artıq 2 həftə sonra isə Füzulidə olacağıq. Ala bilsək, Füzulini işğaldan azad etdikdən sonra Ağdaş, Ağdərəyə, Ağdama gedəcək. İnşallah, uşaqlar. Sağ-salamat qayıdın. Sağ olun. Amma onu bilin ki, anamız bu barədə pis olacaq. Gərək siz bu məlumatı bizə daha əvvəlcədən verəydiniz. Axı indi biz sizi necə birdən-birə göndərək? Bilmirəm ana. Ancaq ki, əmin olun ki, mən vətənimi doğrusu ilə sanılacağam. Ömər, sən də getmək istəyirsən? Bəli, bacım. Nə deyək, uşaqlar? Allah yolunuzu açıq etsin. Çox sağ olun. Çox sağ olun. İndi gəlin gedək, sizinlə biraz vaxt keçsin.